Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Əziz çarəsivərlər, Fitanat Liman adlarının baş sponsorluğu ilə çarə efirdədir. Və bugün studiyamızda qonaqlarım Arım Balım Pətəyim Satış Mərkəzinin rəhbəri İlham Atakişiyev və Herbaflora şirkətinin nümayəndəsi Həkim Elnur Rəhimov iştirak edirlər. Mən istəyirəm ki, əvvəlcə bir Herbaflora şirkəti haqqında qısa məlumat verim ki, Herbaflora şirkətinin bütün məhsulları Azərbaycanın bütün apteklərində var. Bir neçə SMS-də yazırsınız ki, Qəbələdə tapa bilmirik. Ola bilər ki, Qəbələdə yalnız bir aptekdə və yaxud da hansısa bir aptekdə, ucqar aptekdə ola bilməsin. Amma demək olar ki, Qəbələnin özündə əksər yerlərdə, apteklərdə Herbaflora şirkətinin məhsulları var. Yalnız siz apteklərə girərkən Herbaflora şirkətinin məhsullarını soruşun. Yəni, bilavasitə o sözü deyin, Herbaflora şirkətinin məhsulunu istəyirik. O ki, qaldı Herbaflora şirkətinin son məhsullarına, onların içərisində şəfa vitaminin adını çəkmək istəyirəm ki, şəfa vitamini ən gözəl məhsullardan biridir ki, bu vitaminin tərkibi çox zəngindir. Sütül qozun şirəsi, böyürtükan şirəsi, qarağat şirəsi. Bilirsiniz ki, qarağat göz üçün ən gözəl dərmandır. Vitamin çatışmazlığında ən gözəl dərmandır. Bundan başqa uşaqlar üçün A vitaminozlarda, həmçinin zehni, fiziki yorğunluqlarda, məktəblilərdə və digər bir çox xəstəliklərdə profilaktik olaraq gözəl bir şəfa vitaminidir ki, siz bundan istifadə eləsəz, heç də uduzmazsınız, ona görə də məsləhət görürəm, bundan alıb içəsiniz. Tərkibində böyürtükan, qarağat və sütül qozun şirəsi, biyan kökü və dazotu kimi komponentlər var ki, bütün bunların, məsələn, dazotunun sedativ təsiri sizə məlumdur. Biz neçə illərdir bu barədə danışırıq. Bundan başqa, iltihabi proseslərdə dazotu əvəzsizdir. Ondan başqa, bir çox xəstəliklərdə, məsələn, böyrək xəstəliklərində, sidik yollarının iltihablarında, daş xəstəliklərində dazotu bilirsiniz ki, istifadə olunur. Buna görə də biyan kökü, mədə xəstəliklərində, öskürəklərdə çox gözəl müalicə vasitəsidir. Yəni, bunun tərkibi çox zəngindir. Odur ki, məsləhət görürəm, bu şəfa vitaminindən istifadə edəsiniz. Bundan başqa 4 fitaton xınası var ki, bunlardan biri rəngsiz, yəni rəng vermir, qalan 3-ü istisna rəngdir. Əsası xına olsa da, tərkibində bir neçə komponent var ki, bunlar müalicə vasitəsini artırırlar. Yəni, müalicə gücünü artırırlar həmən xınanın. Ona görə də bu xınalar saç tökülməsində, sevareya xəstəliyində, dəri xəstəliyində, hər hansı bir dəri xəstəliklərində, hətta dəmirovların müəyyən növlərində yaxşı təsir göstərir. Göbələk xəstəliyində, ayaqlarda, əllərdə göbələk xəstəliyində bu xınalar əvəzsiz bir məhsuldur. Kişilər fitaton birdən istifadə edə bilərlər, belə ki, rəng vermədiyi üçün həm saça qoya bilərlər, həm də dərinin müxtəlif nahiyələrində bundan istifadə edə bilərlər. Və tialakton haqqında demək istəyirəm ki, ana südü çatışmazlığında ən gözəl vasitələrdən biridir. Tərkibi bir neçə komponentdir ki, bunun neçə illərdir deyirik, o cümlədən şüyüd, raziyana, cirə və s. kimi komponentlər var tərkibində. Və Herbaflora jurnalının artıq bir neçə gündən sonra yeni buraxılışı çıxacaq. Bütün poçtamlara və köşklərə verilir və onun əgər əldə olunması və illik abunəsi sizə çətinlik yaradırsa, o zaman 012-437-28-10 nömrəsinə zəng vura bilərsiniz. Enoant haqqında danışmaq istəyirəm. Enoant cavanlıq eleksiridir. Enoant xaricdən ixtixal olunan ən gözəl brend məhsullarından biridir ki, onun yalnız bir nəfər, yəni bir distributor gətirir Azərbaycana və bunun demək olar ki, müalicə vasitəsi kimi antioksidant təsiri C vitaminindən 30 dəfə, digər demək olar ki, məsələn, qan plazmasının antioksidant təsirindən isə 30 dəfə güclüdür, C vitaminindən isə 15 dəfə güclüdür. Telefonları xatırladıram 050-221-94-43, 055-233-20-00 və 012-511-84-21. Bundan başqa, dediyim məhsulların hamısını Enoant da daxil olmaqda fitoklublardan əldə edə bilərsiniz. Belə ki, fitoklubların nömrələrini xatırladıram 012-561-85-01, 012-561-85-01, 012-492-23-46 və 012-492-29-53. Bu da Bənövşə Yaşıl Apteki nəzdində olan fitoklubun nömrəsidir. Bütün bunları xatırlatdıqdan sonra isə istəyirəm ki, öz nömrəmizi də xatırladım ki, bizim nömrəmiz 510-02-04 açıqdır. Buyurun, zəng vurun və 69-74-də SMS-lərinizi ünvanlayın. Şübhəsiz ki, müəyyən bir texniki səbəblər üzündən bəzən SMS-lərin gecikməsi ola bilir, amma mən hətta keçmiş SMS-lər olsa belə onların cavablandırılmasında çalışıram ki, səy göstərim. Belə, alo? Alo, salam eləyəcəm. Ələykümə salam. Zəhmət olmasa xahiş edirəm. Deyərdiniz, mən
Balla dərman düzəltməliyəm, mədə üçün dərman düzəltmək istəyirəm. Balla nə? Balla dərman düzəltmək istəyirəm, mədə üçün dərman düzəltmək istəyirəm balını. Balın keyfiyyətinin olub-olmaması mən necə ayırt edə bilərəm, evdə necə yoxlaya bilərəm, balı alanda necə yoxlayıb ala bilərəm ki, bu keyfiyyət... Xanım, üzr istəyirəm, aydın oldu sualınız, mən sizə indi deyim. Balın keyfiyyəti, bax, bu İlham müəllimdir. Bu İlham müəllim balın keyfiyyətidir. Belə ki, əgər istəyirsinizsə ki, həqiqətən keyfiyyətli bal alasınız, o zaman Fitakluba müraciət eləyin. İlham müəllim heç bir vaxt öz sənətinə, belə deyək, xain çıxan, öz sənətinə qarşı gedən bir insan deyil. O, kimyəvi laboratoriyalardan keçməyən balı satış mərkəzinə çıxarmır. Ona görə də Fitakluba müraciət eləyin İlham müəllimə, o sizə kifayət qədər. Çünki özünüz nə qədər desəm ki, kimyəvi karandaşdan istifadə eləyin, yoddan istifadə eləyin, süzün, nə bilim, yandırın, bütün bunların hamısı şərti yoxlamalardır. Amma əsl yoxlama isə laboratoriyadır. Yəni, dövlətin rəsmi laboratoriyaları var. İlham müəllim həmən laboratoriyalardan keçirilmiş balları satışa çıxarır və onun haqqında da birazdan biz danışacağıq. İkinci telefonu qəbul edək. Alo. Alo. Bəli. Salam eləkə. Əleykum salam. Həkimləri də salamlayıram. Mən qara zirə yağının faydalarını öyrənmək istəyirəm. Necə? Qara zirə yağının faydaları nədir? Qara zirə yağının faydaları. Bundan çox danışmışıq, xanım, amma yenə də danışarıq, indi qısa bir məlumat verərik. Təşəkkür edirəm hər iki zəngə görə. Çox sağ olun, əziz tamaşaçılar, onu da xatırladıram ki, biz qara zirə haqqında deyəndə həmişə Peyğəmbərimizin bir hədisini yada salırıq ki, Peyğəmbər salavatullah deyir ki, qara zirə ölümdən başqa hər şeyin dərmanıdır. Əslində qalanda bu sözü deyəndə çoxları elə bilir ki, yəni, bunu deyəndə o deməkdir ki, hətta bütün xəstəliklərdə ancaq qara zirəni qəbul eləsəz, o zaman sağalacaqsınız. Xeyr. Qara zirə bütün xəstəliklərdə kömək edir və bəzi xəstəliklərdə tamamilə sağaldır. Yəni, heç bir xəstəliyə əks təsiri yoxdur. Yalnız yüksək təzyiqi olan adamlarda həmən qara zirənin özü bir qədər təzyiqi artıra bilir. Bunu nəzərə almaq lazımdır. Vəssalam, qalan xəstəliklərdə demək olar ki, qara zirə əks göstəriş deyil və bir də hamiləlik dövründə qara zirədən çox istifadə eləmək olmaz. Belə ki, bunun tərkibi elədir ki, uşaq salmaya belə gətirib çıxara bilir. Bunu nəzərə almaq lazımdır. Alo. Alo. İkinci telefonu. Alo. Alo. Alo, salam aleyküm doktor. Aleyküm salam. Hər vaxtınız xeyir olsun, keçmiş bayramınız mübarək. Doktor, mənim əlimdə bir ağ ləkələr yaranıb, adım Mirxudadır. Ağ ləkələr yaranıb. Onu necə müalicə eləmək olar? Bu ağ ləkələr vitiligo deməyiblər ki sizə? Heç yana getməmişik, yox, heç nə. Yəni bu ləkələr yayılmaqda davam eləyir, yoxsa yox? Bəli, bəli, ağır-ağır yayılmaqda davam eləyir. Təşəkkür edirəm, çox sağ olun. Sualınıza görə çox sağ olun. Təşəkkür edirəm. Elnur həkim, demək 3 telefonumuz oldu. Onlardan biri deyimiz ki, birinci balla bağlı cavablandırdım. İkincisi qara zirə ilə bağlıdır. İstəyirsiniz buna bir cavablandırasınız. Üçüncüsü isə vitiligodur yəqin ki. Siz qara zirə haqqında çox gözəl məlumat verdiniz. Mən yəni əlavə bir şey deməyəcəm. Sadəcə qara zirə yağı hər kəsin evində olmalıdır. Ona görə ki, qara zirə yağını qeyd elədiyiniz kimi əksər xəstəliklərdə istifadə olunan yağdır. Həmçinin bəzən qidalanma zamanı biz omega yağ turşularından istifadə eləmirik. Bunlar orqanizmin gündəlik tələbatına uyğun olaraq istifadə olunmalıdır ki, bir çox xəstəliklərin qarşısını ala bilsin və qara zirə yağının özünün tərkibində də bu yağ turşuları vardır və bu yağ turşuları doymamış yağ turşularıdır. Orqanizmin əksər xəstəliklərdə istifadə olunur. Bu xəstəlik isə dəridə ləkələrin, ağ ləkələrin olması, o hipopigment ləkələri adlanır, pigmentasiyanın azalması. Hər birinə demək olmaz ki, bu vitiligo xəstəliyidir. Sadəcə bu gözlə görünməlidir. Mütəxəssis dermatoloq tərəfindən yoxlanıldıqdan sonra bu xəstəliyin diaqnozu dəqiqləşməlidir. Ondan sonra bəzi endokrin xəstəliklər ki var, onlarda belə ağ ləkələr əmələ gələ bilir. Ona görə dermatoloq əgər təsdiqləmirsə, bu dəri xəstəliklərinin tam əlamətidir, endokrinoloqa müraciət etmək olar. Yəni, bu tipli xəstəliklər bir sistemə aid deyil. O dəqiqləşəndən sonra başqa nəsə məsləhətlər vermək olar. Ona görə də bu insana lazımdır ki, endokrinoloqa müraciət eləsin. Mən İlham müəllim, çoxdandır ki, verilişimizdə iştirak eləmirsiniz və biraz xanım bundan qabaq elə balla bağlı sual verdi. İstəyirəm ki, cavablandıraq. Belə ki, doğrudan da bugün çox bal satan həddindən çoxdur.
marketlərdə belə bal satanlar var, mağazalarda. Hətta çox gözəl bir sizə yaxşı bal satan deyəcəyim. Bal satan sizə yaxınlaşır və deyir ki, bal, gözəl bal, təbii bal istəyirsiniz, çox gözəl, çox gözəl. Cəmsi 30 manata. Sonra deyirsiniz, baxırsınız, sonra deyirsiniz ki, yox, istəmirəm. Yox, 25-ə götür. Sonra deyir, yox, onda 20-yə götür. Biraz da keçəndən sonra deyir ki, yox, onda 15-ə götürün. Biraz da keçəndən sonra deyir ki, 10 manata verirəm, balonu götürün, əla baldır. Yəni, artıq mən dedim. Belə deyək də, Fikrət müəllim, bal qida məhsullarının şahı olduğu halda, yəni ki, bizdə balı almaqdan çox insanlar çəkinir, imtina edir. Buna səbəb, yəni, çox vəziyyətlərdə bulan insanların alınması olub. Sadəcə balın təmiz olmasını yoxlamaq çox qəliz bir prosesdir. Bunu el arasında olan üsullarla yoxlamaq çox çətindir, aldadıcı olur. Çalışmaq lazımdır. Digər ölkələrdə, Rusiyada, Türkiyədə demək olar, ixtisaslaşmış arı məhsulları, saz şeyləri fəaliyyət göstərir. Bizdə də bu belə bir yerlər yaradılmalıdır. Amma biri yaranıb da artıq. Məsələn, Fitoklub nəzdində... Mən özümə görə demirəm. Yəni ki, mən istəyərdim şəhərimizdə həqiqi mənada, yəni ki, məsuliyyət daşıyan yerlər olsun. Yəni, insanlar ora gələndə fikirləşməsinlər ki, biz görəsən təbii baldır, yoxsa alınacaq. Bu söhbət olmamaq üçün biokimyəvi analizdən çıxmış balları orada satışa qoymaq lazımdır. Böyük məsuliyyətlə o arı məhsullarını insanlara təklif etmək lazımdır. Bir də ki, məhsulları yaxşı olar ki, inandıqları, yəni ki, bu yenə də qayıdıram həmin söhbətə, etibar elədikləri bir yerdən götürsünlər. Fərq etməz, arın, balın, pətəyim olsun, digər siz dediyiniz kimi şəhərdə çoxdur. Yəni, bilməlidirlər ki, ilin bu fəslində, belə deyək, mən gəzirəm şəhərdə, mağazalarda oluram, bəzi illərdə bal satılan yerlərə baxıram, balların 80%-i duru haldadır. Bu mümkün olası bir şeydir, əgər təbii baldan söhbət gedirsə. O donmalıdır. İki burada variant var. Ya o bal qaynar temperaturda təzədən əridilib, bu da ki, balın müalicəvi keyfiyyətlərindən heç bir söhbət gedə bilməz, əgər o bal təzədən qaynar temperaturda əridilibsə, yəni düzgün temperatur var onun, 45 dərəcədən artıq olmamış. Və yaxud da ki, artıq onun bal olması haqqında məndə şübhə yaranır. Xalis bal ilin bu fəslində xarlanmış şəkildə olmalıdır. Bal tərkibindən asılı olaraq 1 aydan 3 ay müddətində xarlanma prosesi baş verir. Təşəkkür edirəm İlham müəllim. Biz bu arada reklamlara ayrılırıq. Reklamlardan sonra bir yerdə olacağıq. Bizdən ayrılmayın. Çarə efirdədir.